Salam Cəfər müəllim, foruma xoş gəlmisiniz. Hoş bulduk. Sizin dəyərli vaxtınızı alıb sizə bir sual yönləndirmək istəyirik. Bu forumdan gözləntiləriniz nədir? Kapital bazarlarına sizcə bu forumdan sonra nə kimi bir fayda dəyəcək? Məsələ burasındadır ki, bu tipli forumlar çox sahələrin inkişafına çox böyük dəstək verir. Burada birinci məsələ bu sektorla bağlı, kapital bazarları ilə bağlı olan problemlər, bu problemlərin həlləri müzakirə olunur. Eyni zamanda paralel olaraq yeni maliyyə alətləri və bazarın inkişafı yönündə yeni trendlər, yeni çağırışların nə olduğunu anlamaq və bu yöndə fəaliyyət və istiqaməti qurmaq bazarın inkişafına inkişaf elətdirilməsini təmin etməkdir. Hesab edirəm ki, bu forumda da kifayət qədər fərqli ölkələrdən gəlmiş spikerlər, fərqli ölkə yanaşmaları, fərqli maliyyə alətləri haqqında həm investorlar üçün, həm emitentlər üçün bilgilendirici məlumat oldu. Çünki bizim bazarın mövcudluğu üçün birinci investor olmalıdır, yəni investor vacibdir. Ona görə investor olmaq asan olduğu anlayışı ilə, devizi ilə yola çıxılır. İnvestorlar daha rahat şəkildə yığımlarını kapital bazarı üzərindən investisiya eləyirlər. Bu da emitentlər də ehtiyac olan vəsaiti daha fərqli alternativ yollarla vəsait tapmanın yollarını burada şahidi olurlar. Forumda iştirak edən aparıcı şirkətlər də təbii ki, investisiya şirkətləri, Asis Investor bu investisiya şirkətlərindən biridir. Biz Asis Finans olaraq çalışacağıq ki, buradakı olan məsələlər, müzakirə olunan məsələlər və şirkətin strateji planına uyğun olaraq növbəti dönəmlərdə 3 ildə bazarda daha yeni maliyyə alətlərinin gətirilməsi, daha çox investor bazasının genişləndirilməsi, rəqəmsal şirkətin rəqəmsəlləşməsi, bazara inteqrasiyası, dünya bazarına inteqrasiyası yolunda bütün fəaliyyətimizi o istiqamətdə quracağımızı planlaşdırırıq. Çox sağ olun. Bir sualım daha olacaq. Bəs yaxşı, bu forumun sponsoru olan Asis Finans, yəni bizim şirkətimizdən gözləntiləriniz nələrdir? Təbii ki, bu foruma sponsoru olaraq forumun təşkil olunması üçün biz investisiya şirkəti olaraq ölkədə kapital bazarının inkişafında maraqlıyıq. Ona görə də sponsor olduq ki, bütün bazarın iştirakçıları, kapital bazarı ilə əlaqəli olan həm institusional investorlar, həm hüquqi şəxslər, emitentlər, həm fiziki şəxslər bu bazar haqqında kifayət qədər bilgi alsınlar. Bu şəkildə bilginin artması və bazarın inkişaf eləməsi bizim də növbəti illərdə investisiya şirkətlərinin həm əməliyyat həcmlərinin artması, həm investor bazasının artmasına dəstək olacaq. Bu da təbii ki, əsas məqsədimiz olan şirkətin mənfəətinin artmasını dəstəkləyəcək deyə düşünürük.